Böyle bir sualımız var. Gəncləri dindən soyudan kimdir? Gəncləri dindən soyudan kimdir? Aleykümselam. Gəncləri dindən soyudan kimdir desə, bunun bir konkretini budur deməmiz mümkün deyil. Gənclərin dinə bağlanmasına da, gənclərin dindən soymasına da səbəblər var. Onlardan birincisi, məsələ ailədən başlayır. Bir gənci, bir cavanı ailəsi dindən soyuda bilər. Ailəsi dindən azdıra bilər. Ailəsi pis inanclara sürükləyə bilər. Məsələn, nə qədər insanlar var ki, gənclər var ki, narkotik vasitələrdən istifadə etmək atasından öyrənir. Nə qədər qadınlar var ki, əxlaqsızlığı anasından öyrənir. Nə qədər insanlar var ki, pis yalan danışmağı və s. kimi şeyləri ailənin içindən götürür. İkincisi, bir gənc nəslin azmağına səbəb olan şeylərdən biri təhsil ocaqları. Məsələ, oxuduğu yerlər, təhsil aldığı yerlər, səbəblərdən biri oturub durduğu ortam. Ən böyük etkilərdən biri oturub durduğun ortamdır. Gənc təbəqənin ən çox azmasına, çaşmasına, yanlış yolu getməyinə biri həyatını keçirdiyi, özünə dost edindiyi təbəqələrdir. Səbəblərdən biri həmçinin dini pis örnək göstərən dindarlar. Hocalar ola bilər, elm adamlar ola bilər, adını daşıyan imamlar ola bilər, xütbə verənlər ola bilər, hansı ki, əslində bunlar saxtakardırlar. Pis örnək olurlar, onların pis örnəyi də gənc nəslin azmasına səbəb ola bilər. Ona görə rəhbərliklərə böyük məsuliyyət düşür. İmamları, məscidlərə imamları seçərkən, xatibləri seçərkən, mədrəsələrə, məktəblərə müdürləri seçərkən və yaxud da tədris heyətini seçərkən uyğun və münasib olan adamları seçməlidir. Bunların da gənc nəslin yaxşı pis tərəfə təsirlənməsinə neynir? Rolu var, etkisi var. Bəli. Allah razı olsun.